Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah və ba'd. Bugün başıma gələn bir hadisə məni dərin düşüncələrə apardı. Ürəyim istədi, sizlərlə paylaşım. İş üçün istifadə etdiyim avtomobilin təkəri tamamilə havasını itirmişdi. Sürmək mümkün deyildi. İlkin yardım olaraq ətrafımdakı insanlardan, yoldan keçən avtomobillərdən nasos axtarmağa başladım. Yaxın ətrafda axtardığımı tapa bilmədim. Çətinliklə dolaşa-dolaşa avtomobilimdən xeyli uzaqlaşdım və yol kənarında heç vaxt tanımadığım bir insana rast gəldim. O, avtomobilinə müxtəlif yüklər yığırdı. Yaxınlaşıb salam verdim, salamımı aldı, vəziyyəti izah etdim və dedim ki, təkər tamamilə havasızdır, sadəcə ustaya çatacaq qədər hava vurmaq üçün nasosa ehtiyacım var. Soruşdum ki, nasosu varmı və mənə verə bilərmi? Heç tərəddüd etmədən dedi, əlbəttə verərəm. Sonra soruşdu, avtomobilin haradadır? Dedim ki, 3-4 küçə arxada qaldı. Gülümsədi və nasosu mənə uzadaraq dedi, heç bir narahatlığım yoxdur. Sənin üzündə Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsinə işarə olan bu saqqalı görürəm. Bilirəm ki, sən bu nasosu mütləq geri gətirəcəksən. Bu sözlər mənim qəlbimdə böyük bir sevinç və qürur hissi oyatdı. Ağlamamaq üçün özümü güclə saxladım. Sevinməyim təkərin düzəlməsinə görə deyildi. Sevinməyim insanların dinə, dini şüarlara və müsəlmanın etibarına olan hörmətinə görə idi. Nasosu götürüb qayıtdım, təkərə hava vurdum, avtomobil ən azı ustaya gedəcək hala gəldi. Sonra geri dönüb nasosu sahibinə qaytardım və təşəkkür etdim. Qardaşlarım, bacılarım, xüsusilə diqqətinizi çəkmək istədiyim bir məsələ var. Allahın Əş-Şəkur ismini xatırlayaq. Əş-Şəkur, yəni Allah Azza və Cəllə verdiyi nemətin şükrünü gördükcə onu daha da artırar anlamındadır. Allah bizə bu dini, bu izzəti, bu etibarı nemət olaraq verib. Gəlin, bu neməti gözəl şəkildə qoruyaq. Davranışımızla, əxlaqımızla, dürüstlüyümüzlə insanların İslama olan güvənini artıraq. Çünki biz əmin olan, aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin sallallahu aleyhi və səlləm ümmətiyik və bəşəriyyəti nizama salmaq üçün göndərilmiş bir dinin daşıyıcılarıyıq. Bu səbəbdən dinin şüarlarından, saqqaldan, libasdan, dini sözlərdən sui-istifadə edənlərə qarşı diqqətli olmalıyıq. Zahiri dindarlıqla əmanətə xəyanət edənlər təkcə özlərinə deyil, bütün İslama zərər verirlər və insanların bu dinə yönəlməsinə mane olurlar. Gəlin, İslamın bizə verdiyi izzəti doğruluqla, etibarla, mərhəmətlə, əmanətə sadiqliklə qoruyaq. Və sonda dua edirəm Rəbbimə, Allahım, bizə verdiyin İslam nemətinin şükrünü haqqı ilə yerinə yetirməyi nəsib et. Əxlaqımızla sənin dinini sevdirən qullarından et bizləri. Ayaqlarımızı haqq yoldan sürüşdürmə. Bizləri Muhammed sallallahu aleyhi və səlləmin yolunda sabit qədəm et. Bizləri sənin üçün darıxan qullarından et. Əmin ya Rabbil aləmin. Əmin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.